Günay obrazının əvvəlki obrazlardan oxşarlığı da var, fərqli cəhətləri də var, amma yəni tamaşalarda oxşar obrazlarım ola bilər, amma filmdə, serialda belə bir obraz canlandırmam ilk dəfə idi. Rolumun ən çətin və maraqlı tərəfi o idi ki, filmin sonuna qədər yəni Günay obrazını satmamağım idi. Çünki gəlib izləyənlər olsa, gəlib baxsalar görəcəklər ki, mən əslində nəyə deməyə çalışıram. Bu haqda nəsə desəm, düşünürəm ki, sonluq haqqında məlumat vermiş olaram. Ona görə, amma həqiqətən Günayın o hisslərini cilovlamaq mənim üçün ən çətin şeylərdən biri idi. Obrazımıza çox qısa bir zamanda hazırlaşdıq. Cavid müəllim, rejissorumuz başda olmaqla Cavid müəllim çox kömək oldu. Biz elə çəkiliş prosesində də danışa-danışa, məsləhətləşə filmi ərsəyə gətirdik. Cavid müəllimlə mən heç işləməmişdim. İlk dəfə idi mən Cavid Təvəkküllə işləyirdim. Və Cavid müəllimin mülayim xarakteri və o insansevər olması bizə çox kömək oldu. Həm mənə, həm partnyorlarıma da düşünürəm ki, bizim üçün çox yaxşı bir təcrübə oldu Cavid müəllimlə işləmək. Mənim soyuğa qarşı çox böyük bir həssasiyyətim var, yəni üşüyəndə çox pis oluram. Mənim üçün ən çətin proses soyuq idi.